Deməli, bu hissədən, piksədən bildiş şəkil gətirmək. Outline piksə, online piksə, yəni internetdən gətirmək. Bu əsasən az sayda şəkil verir bizə, yəni çox vermir. Məsəl üçün, buradan girib alma şəkillərinə baxıb buradan gətirə bilərəm. Yəni çox bir şəkil verməyəcək bizə. Məsəl üçün, bunu əlavə elədim. Buradan yenə format tabı açıldı, bunu izah elədim. Sonra shape as fiqurlar gətirir. Buradan hər hansı bir fiquru məsəl üçün gətirə bilərəm. Burada da bunun format tabı açılır. O format tabı ilə demək olar ki, eynidir də. Yəni buradan formasını dəyişdirmək, rəngləmək, necə deyirlər, kənar xəttlərin. Məsələn, bununla kənar xəttini dəyişim, eləyim sarı rəngdə, içərisini eləyim qırmızı rəngdə hiss olunsun. Və yaxud da içini sarı eləyib çölün qırmızı eləyə bilərdim. Rəngsiz falan eləmək olur. Yəni bilinməsin, şəffaf eləmək olur. Daha sonra yazılar falan, burada tekst var. İçərisində yazı yazmaq üçün nəyinsə istifadə olunur. Yazını, əgər yazı yazmışamsa, text direction-dan döndərmək olur. Bunu da bütün format tablarında hamısında yəni eynidir. Bunu izah elədim. Yəni birində baxsaz hamısında biləcəksiniz. Elə bir şeydir. Bunlar da asandır. Hərflərin məsələn stili, yazıların, simvolların məsələn burada dairəvi yazılar falan var. Yəni bəzək üçün, dizayn üçün istifadə eləmək olur. Yenə qayıtdım insert-ə. Insert-də nədir? Keçək yeni bir vərəqə. Yeni bir vərəqdə ikonlar məsəl üçün əlavə edə bilərəm. Ikonlar nədir? Məsəl üçün telefon işarəsi falan var. İnternetə görə biraz gec açılacaq. Açılmış. Aha, açılmır. Fiqurlar idi. İnternetdə yəqin zəiflik var ona görə. Sonra 3D modellər var. Bu 3D modellər GIF formasında olanlardır. Məsələn, buradan həmişə ürək formasını göstərirəm. Baxın. Bunu gətirdikdə indi yüklənəcək. Bax, döyünən ürək gəldi. Bunun da özünə aid format tabı açılır. Format tabında bunların içərisində bu pauzadı saxlamaqdır. Və bunu deyirəm ki, bu hissədən görünsün, bu pozisiyadan görünsün. Yəni dəyişə bilərəm. Hansı istiqamətdə istəyirəm göstərə bilərəm. Məsələn, normalda bunu belə dəyişirəm də. Yəni hərəkət elətdirirəm. Amma bu gəlib pan zoom əmri var. Pan zoom. Bunu vuranda bunun üzərinə oxu gətirəndə bu artıq içindəki ürəyi bu şəkildə məsələn çərçivədən çıxardır. Bəli, çərçivədən deyirəm ki, yuxarı hissəsi görünməsin və yaxud da bunun aşağı hissəsi görünsün, aşağısı görünməsin, yuxarısı damarlar görünsün. Yəni bu şəkildə eləyib, bunu sonra söndürəndə bu artıq bu formada qalır. Yenidən panzumu aktiv eləyib, məsəl üçün bunu düzənləyə bilərəm. Formatda öyrəndi pozisiyadır, wrap teksti, yazıya görə yer dəyişmə, yerin bilmək. Burada ölçüsünü artırıb azaltmaq forması var, amma bu şəklin ölçüsü yenə bu formada artır azalır. Yəni 3D modellər üzərində bu qədər bir şey eləyə bilərik. Belə bu formada məsələn fırlatmaq falan formada istifadə edə bilərəm. Yəni özüm əlindən seçib bu formada məsələn bu pozisiyada qoya bilərəm bunu. İndi biologiya dərsində və yaxud da orada bir neçəsi vardı, istifadə edə bilərik normalda. Sonra gəldi əsas əmrlərindən biri screenshot. Screenshot nədir? Arxa fonun necə deyirlər? Nə varsa onu çəkir, gətirir. Məsələn, bəzən mənə gerb lazım olur. Buradan yeni bir vərəq əlavə edək. Məsələn, mənə gerb lazımdır. Burada dayandım. Buradan girirəm Google-a. Yeni açıram. Burada yazıram gerb.
Bunu seçdim. Baxın, girirəm görsəllərə, yəni şəkillər. Məsələn, mənə bu gerb lazımdır da. Yenidən qayıdıram Word-ə. Word-dən screenshot əmrini seçirəm. Screen clipping-i vururam. Bu nədir? Arxa fonda, bax, bozardır. Mənə plus işarəsi verir. Yəni, hansı hissəni, bax, bu formada, indi bunu belə, hansı hissəni seçib götürsən, onu avtomatik yerləşdirəcək Word-ə. Və yenidən format tabı, şəklin format tabı açıldı. Gəlin, istəyirsiniz bir də təkrar edirəm. Screenshot-a girdim, screen clipping vurdum. Məsələn, bu səfər bunu istəyirəm, bu gerbi. Amma düzgün götürmə, elə yerdən seçməliyəm ki, şəkil bütöv şəkildə, yəni seçilə bilsin. Baxın, bu formada seçdim, götürdüm. Baxın, avtomatik gətirdi. Arxa fondakı olan şəkli. Şəkillərlə iş bu qədər idi, yəni. Yəni, buradan ikonlar açılmadı. Yenidən vurun, bəlkə açıldı. Yox, açılmır. Nə problem varsa açılmır. Şəkillərlə dərsimiz bu qədər.